İsrail İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin öldürülməsi üçün bir neçə il ərzində xüsusi əməliyyat hazırlayıb. Global Info xəbər verir ki, Financial Times mənbələrə əsasən əməliyyatın detalları haqqında məlumat yayıb. Məlumata görə əməliyyat zamanı geniş casusluq və texniki vasitələrdən istifadə edilib. İsrailin xüsusi xidmət orqanları Tehran şəhərinin mərkəzindəki əksər yol kameralarını nəzarətə ələ keçirib, uzun müddət Xamneyinin hərəkətini və görülən təhlükəsizlik tədbirlərini izləyib. Kameralardan əldə edilən görüntülər canlı olaraq İsrailə göndərilib ki, bu da Xamneyinin hərəkətləri barədə məlumat əldə etməyə imkan verib. Əməliyyat zamanı xüsusi kameralar Xamneyinin mühafizəçilərinin avtomobillərinin park edildiyi yerləri və yüksək təhlükəsizliklə qorunan ərazilərdəki gündəlik həyatı da qeydə alıb. Amerikanın İranın daxilindəki casusları Xamneyinin görüşə qatılacağını öncədən təsdiqləyiblər. Əməliyyat günü görüşün olduğu ərazidə mobil telefon antenaları deaktiv edilib, bu da xəbərdarlıq edilməsini əngəlləyib. Əməliyyatın sonunda 30-a qədər yüksək dəqiqlikli sursat hədəfə buraxılıb və Xamneyi öldürülüb. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.